Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizlərə çox asan bir reseptlə gəlmişəm. Hazırlaması asan, hər kəsin evində olan ərzaqlarla dadlı, ləzzətli, möhtəşəm bir bişintilər hazırlayacağım. İçərisi kartoflu, şokoladlı, cemli, möhtəşəm bir xəmirdir. Mütləq videonu sonadək izləyin. Keçək hazırlanmasına. Əvvəlcə xəmiri hazırlayırıq. Xəmir üçün bizə lazımdır 300 ml soyuq su. 300 ml soyuq suda hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə stəkan yarım su eləyir. Stəkan yarım soyuq sunun üzərinə yarım çay qaşığı duz əlavə edib qarışdırırıq. Duzumuzu həll etdikdən sonra üzərinə 500 qram un əlavə edirik. Unumuzu hissə-hissə əlavə edərək orta yumşaqlıqda bir xəmir yoğururuq. 500 qram unda 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 1 xörək qaşığı əski un eləyir. Xəmirin resepti gördüyünüz kimi adi un, su və duzdan ibarətdir. Xəmiri yaxşı-yaxşı yoğururuq. Qeyd etdiyim kimi orta yumşaqlıqda bir xəmir olur. Xəmiri yaxşı-yaxşı yoğurduqdan sonra masanın da üzərinə biraz un səpirik. Xəmiri biraz da masanın üzərində qəşəng yoğurub, eyni bərabərdə olmaqla gözəyarı olaraq 3 hissəyə ayırırıq. Daha sonra isə ayırdığımız hər bir hissəni də kündələyirik və kündələdikdən sonra hər tərəfinə una bulayırıq və bu kündələri ilə masanın üzərini örtürük bir salafanla və çox yox bir 15 dəqiqə kimi gözləyirik ki, biraz kündələr dinlənsinlər və yayarkən rahatlıqla yayılsın. Kündələri yağlamaq üçün də bizə 180 qram yağ lazımdır. Həm kərə yağından, həm istədiyiniz margarin, paçka yağlardan istifadə edə bilərsiniz, fərq etməz. Amma mütləq çalışın ki, yağ ev temperaturunda yumşalmış olsun. Havalar da hal-hazırda isti keçir, ona görə mütləq buzluqdadırsa buzluqdan çıxardın, ev temperaturunda yağımız qalsın, tam yumşalsın. Və 10-15 dəqiqə keçdikdən sonra mütləq qeyd etdiyim kimi kündələri 10-15 dəqiqə dinləndirməyə lazımdır. 10-15 dəqiqə keçdikdən sonra bir-bir götürürük, üzərinə və altına un səpərək yayırıq. Kündələri yayarkən də yaxşı olar ki, biraz kvadrat formada yayın. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyirsə, hər birinizdən xahiş edirəm ki, zəhmətə dəyər verib, videolarımızı izləyərkən saniyənizi ayırıb, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın və əgər bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın. Bununla kanalımın böyüməsində sizlər mənə çox böyük dəstək olmuş olarsınız. Və gördüyünüz kimi ilk kündəmizi yaydım. Yaydıqdan sonra ev temperaturunda tam yumuşalmış yağ ilə kündəmizin hər tərəfini yaxşıca yağlayırıq. Xörək qaşığının arxa hissəsi ilə qəşəng yağlayırsınız. Kündəni mütləq çalışın ki, yağ hər tərəfinə dəysin. Daha sonra isə zərf şəklində bükürük. Baxın, bu cür bükdükdən sonra bu hissəyə də mütləq yağ çəkmək lazımdır ki, yenə də bunu qatlayarkən yağ kündənin hər tərəfinə, yəni xəmirin hər tərəfinə dəysin. Və bu hissəni də yağlayırıq. Yağladıqdan sonra yenə də beləcə büküb və bunu bir kənarda gözlədirik. İndi isə keçirik digər ikinci kündəmizi yaymağa. İkinci kündəni də yenə də üzərinə altına biraz un səpərək yayırıq. Videoda gördüyünüz kimi yağımız görürsünüz necə yumuşaq yağdır. Mütləq o cür yağ olmalıdır ki, xəmirin üzərinə çəkərkən rahatlıqla çəkə biləsiniz. Qeyd etdiyim kimi həm kərə yağından, həm margarin istədiyiniz yağdan istifadə edə bilərsiniz. Yəni bu xəmirdə şərt deyil ki, sizlər sırf gedib qat-qat yağından istifadə edəsiniz. Fərq etməz. Elə adi yağlarla da çox gözəl, sonda da görəcəksiniz ki, necə gözəl alınır. Və beləcə görürsünüz yenə də qaşığın arxa hissəsi ilə kündənin hər tərəfini yağlayıram. Və yağladıqdan sonra bunu da yenə də zərf şəklində bükürük. Digər hissəni də üzərinə qatlayırıq və baxın, bu hissə yenə də yağsız qaldığı üçün yenə də bu hissəyə yağ vururuq və yağladıqdan sonra bunu da qatlayırıq. Ümumilikdə 3 kündəmiz var. 2 kündəni bu üsulla yayıb, yağlayıb və bir kənarda gözlədirik. İndi isə keçirik digər 3-cü kündəmizi yaymağa. İnanın ki, bu xəmir çox gözəl bir xəmirdir. Hazırlaması da çox asandır. Hər kəs rahatlıqla hazırlaya bilər. Xəmir çox qəşəng, eynən qat-qat xəmir kimi bir xəmir alınır. Hazırlaması da çox asandır. Digər qat-qat xəmirlərdən çox rahat və çox asan bir reseptdir. Mütləq hazırlayın, bilirəm ki, sizlər də çox bəyənəcəksiniz.
Baxın, yayarkən çalışın biraz belə qeyd etdiyim kimi kvadrat şəklində, düzbucağı şəklində belə yayın xəmiri. Yenə də bu da 3-cü kündəmizdir. 3-cü kündəni də yaydıqdan sonra bunu da yaxşıca hər tərəfini yağlayıram. Yağladıqdan sonra baxın, digər bükdüyüm, yəni yağlayıb bükdüyüm xəmiri orta hissəsinə yerləşdirirəm. Üzərinə yenə də biraz az yağ vururam. Digər ikinci qatladığım xəmiri də üzərinə yerləşdirib və yenə də zərf şəklində bükürəm. Baxın, beləcə bükürük, düzəliş veririk. Digər xəmiri də üzərinə qatlayırıq və alt xəmir yenə də yağlı qalır, yağlanmış olur. Amma bu hissə yenə də quru olduğu üçün mütləq bu hissəyə də yenə yağ vurmaq lazımdır. Çünki qatladıqda bizə lazımdır ki, xəmirin hər hissəsində, hər qatında yağ olsun. Və baxın, yenə də belə qatlayırıq. Bu hissəni də üzərinə gətiririk. Və beləcə artıq xəmirimiz hazır oldu. Və bir qabın içərisinə un səpirik. Mütləq alt hissəsinə un səpmək lazımdır ki, çıxararkən yapışmasın. Xəmir görürsünüz necə gözəl artıq qabarcıqları var. Möhtəşəm bir xəmirdir. Bir salafan üzərinə qəşəng örtürük və soyuducunun buzluğunda, yəni dondurucuda saata baxırıq, 1 saat müddətində qoyuruq qalsın. Ara qatlarında olan yağımız donsun, bərkisin. Və bu müddətdə də mən içlik hazırlayıram. İçlik üçün 3 ədəd kartofu qaynatdım. Püre halına gətirdim. Zövqə görə üzərinə duz və biraz da pul biber səpirəm, qarışdırıb bir kənarda gözlədirəm. İçlik olaraq istədiyiniz həm duzlu, həm şirin içliklərdən istifadə edə bilərsiniz. Yəni fərq etməz. Bu xəmirdə istədiyiniz içlikdən istifadə edə bilərsiniz. 1 saat keçdikdən sonra xəmirimi buzluqdan götürürəm və altına, üzərinə biraz un səpirəm, başlayıram ehmalca yaymağa. Xəmir qəşəng donub, bərkiyib, yəni qatlarındakı yağ da qəşəng bərkiyib və rahatlıqla yayıram. Yayarkən də mütləq çalışın ki, qeyd etdiyim kimi kvadrat şəkildə yayın. Görürsünüz, xəmir necə qəşəng, qabarcıqlar əmələ gəlir orta hissələrində. Möhtəşəm bir xəmirdir. Ehtiyac yoxdur ki, sizlər sırf qat-qat yağından istifadə edəsiniz ki, bu qəşəng qat-qat alınsın. İstədiyiniz həm margarin yağından, həm kərə yağından hər birindən istifadə edə bilərsiniz. Yetər ki, yağınız tam yumşalmış olsun və mən necə hazırlayıramsa, sizlər də o üsulla hamısını dəqiqliklə hazırlayın. Sizin də hazırladığınız təamlar bu cür ləzzətli, gözəl alınsın. Və görürsünüz, baxın, beləcə ehmalca, yavaş-yavaş yayıram. Və baxın, burada qalınlığını da sizlərə göstərirəm. Bu qalınlıqda, yəni nə çox qalın deyil, nə də çox incə deyil. Bu cür yaydım və lentalar kəsirəm. Mən çox iri ölçüdə hazırlamadığım üçün gördüyünüz kimi lentaları biraz çox iri kəsmədim. Amma istəsəniz ki, bu hazırladığınız bişintilər biraz iri ölçüdə olsun, sizlər lentaları biraz iri kəsə bilərsiniz. Yəni bir qədər iri ölçüdə də hazırlaya bilərsiniz. Artıq bu qalıb sizlərin istəyinə. Və baxın, hazırladığım bu püreni mən ovucumun içərisində xırda küftəciklər kimi hazırlayıram, düzəldirəm və xəmirlərin orta hissəsinə yerləşdirib videoda gördüyünüz şəkildə bükürəm. Bükərkən mütləq çalışın ki, kənar hissələrini də möhkəm bərkidin ki, bişərkən bu hissələrdən içlik süzülməsin, axmasın. Və baxın, uc qisimlərini, yəni künc qisimlərini ən birinci birləşdirirəm hər ikisinin. Daha sonra isə o kənar 4 hissəni də bu hissələrdə birləşdirirəm və buranda biraz belə qatlayıb və listə məsafəli şəkildə düzürəm. Listin içərisinə düzdükdən sonra da üzərindən çox basmaq lazım deyil. Sadəcə mən biraz belə əlimlə üzərindən çox az basıram ki, yəni bu orta hissəsindəki kartof yumru dik qalıb, həmin o yəni bişərkən formasını itirməsin, çox belə dik qalmasın. Ona görə biraz əlimlə çox az üzərindən yaslayıram, amma çox yaslatmağa ehtiyac yoxdur. Baxın, belə biraz üzərindən belə yüngülcə vururam və salam. Hamısını bu üsulla hazırlayıram. Dəyərli izləyicilərim, mən burada yarısını püreydən hazırladım, yəni kartof içliyi ilə hazırladım. Qalanların isə həm cemlə, həm damla şokoladla hazırladım. Yəni bu xəmir elə bir xəmirdir ki, həm duzlu, həm şirin içliklərlə hər biri ilə hansından ürəyiniz istəyirsə hazırlaya bilərsiniz. Bir listi hazırladıqdan sonra dərhal gözlətmədən
sobaya yerləşdirirəm. Sobamı da öncədən yandırmışam. Burada mən ilk listimin üzərinə bir yumurta sarısına bir çay qaşığı bəhməz əlavə etdim, qarışdırdım, çəkdim. Rəngi biraz tünd alındı. Yox, sizlər əgər bu cür tünd alınmasını sevmirsinizsə, onda sadəcə üzərinə elə yumurta sarısı çəkib də bişirə bilərsiniz. Mən ikinci listimi sadəcə yumurta sarısı ilə bişirdim. Hər ikisinə baxarsınız, necə ürəyinizdən keçirsə, necə xoşunuza gəlirsə, o cürdə hazırlayarsınız. Artıq ilk listim bişib hazır oldu. Tam 35 dəqiqə, 40 dəqiqə müddətində bişib hazır olurlar. Baxın, digərlərini də burada yenə sizlərə göstərirəm ki, içərisinə damla şokolad yerləşdirdim, sonra heyva cemindən istifadə etdim. Sizlər də qiymə ətlə, yəni qovrulmuş, bişmiş qiymə ətlə, kəsmiklə, cemlə, damla şokolad olsun, pletka şokolad olsun, şokolad yağı olsun, yəni istədiyiniz içliklərlə hazırlaya bilərsiniz. Bu xəmir elə bir xəmirdir ki, həm duzlu, həm şirin, hər bir içliklə hazırlaya bilərsiniz. Artıq içlik qalıb sizlərin istəyinə. Onu da qeyd edim ki, mən konveksiya rejimində bişirdim, sobamın ən aşağı gözündə. Bir də ki, xəmir yağlı xəmir olduğu üçün eynən qat-qat xəmirləri bişirdiyimiz kimi öncə mən 200 dərəcədə bir 15 dəqiqə bişirdim. Yəni ilk 15 dəqiqəni mütləq sobanın istiliyi dərəcəsi çox olmalıdır ki, xəmir öz yağını çox çıxartmasın. Bir 15 dəqiqə 200 dərəcə konveksiyada bişirdim. 15 dəqiqədən sonra sobanın dərəcəsini 180 dərəcəyə aşağıya saldım. Daha sonra isə tam hazır olana qədər bu cür bişirdim. Ümumilikdə 35-40 dəqiqə müddətində bişib hazır oldu. Gördüyünüz kimi ikinci listimin də üzərinə yalnızca yumurta sarısı çəkdim. Və mən şirinləri duzlu içlikdən ayırt etmək üçün şirin içlikli olanların üzərinə ağ küncüt səpdim. Digər duzlu içliklərin üzərinə isə xaş-xaşdan istifadə etdim. Baxın, gördüyünüz kimi qəşəng üzəri xına kimi, altı xına kimi qıpqırmızı qızarıb, xırçıltılı, çox gözəl alınıblar. Qeyd etdiyim kimi sizlər ölçüsünü biraz iri ölçüdə də bişirə bilərsiniz. Yəni kəsərkən lentaları, kvadratları biraz iri ölçüdə kəsib bişirə bilərsiniz. Gördüyünüz kimi üzəri qəşəng xırçıltılı, içərisi qat-qatlı. Hələ bunun içərisinə çəkilmiş, qovrulmuş qiymə ət qoysanız, inanın ki, dadından heç doymayacaqsınız. Yəni ətlə daha da ləzzətli olur. Mən bu dəfə sadə kartoflu, cemli və damla şokoladlı hazırladım. Hər birinin də dadı, ləzzəti ayrı-ayrılıqda möhtəşəmdir. Baxın, dəyərli izləyicilərim, bu cemli olandı. Gördüyünüz kimi qəşəng içərisi qat-qat, möhtəşəm bir dadı var. Və bu isə damla şokoladla hazırladığımdır. Hər birini ayrı-ayrılıqda kəsib sizlərə göstərmək istədim ki, yəni baxasız, istədiyiniz içliklə hazırlamaq olar. Göz haqqınızı halal edin, dəyərli izləyicilərim. Geri dönüşlərinizi gözləyəcəm. Mütləq hazırlayın, sizlərdən nuş edin. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın. Videomuzu bəyənməyi unutmayın.